Salam əziz şagirdlər və müəllimlər. Bugün 20 sınaq adlı kitabdan növbəti 3-cü sınağın izahını verəcəm. Sınağa keçməmişdən əvvəl qeyd edim ki, həm abituriyentlər üçün, həm də ki, MİQ və sertifikasiya hazırlaşan müəllimlər üçün yeni sınaq qrupu yaradılır. Dərslər haqqında əlavə məlumat almaq üçün videonun altına nömrə qeyd edəcəm. Həmin nömrə ilə WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sınaq 3, deməli burada mövzu modelləşdirmədir. Qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən edin. Burada deməli qrafın tillərini tapmalıyıq. Bunun üçün ən yaxşısı bir qraf qurub daha aydın hesablamaqdır. A təpəsindən Aya yol var. Demək ki, A təpəsidir və A-dan Aya yol varsa, bu onun ilcək olduğunu göstərir. İlcəkdə tərif belə idi ki, bir təpədən çıxıb həmin təpəyə qayıdan til ilcək adlanır. Sonra A təpəsindən B, D və C təpələrinə yol var. Deməli, B-yə, C-yə və bir də D-yə yol var. Sonra B təpəsindən Aya və C-yə, B-dən Aya çəkmişiksə təkrar bir də çəkməyə ehtiyac yoxdur. Yəni bu iki istiqamətli yoldur. Məsələn, evdən məktəbə getdiyiniz yolla məktəbdən evə geri qayıda bilirsiniz. İki istiqamətli yoldur. B-dən Aya və B-dən C-yə sonra xətt çəkirik. C təpəsindən A, C, D, B. Baxın, C-dən Aya çəkdim. C-dən C-yə də yol var. O zaman deməli bu nöqtədə bu C təpəsinə bir dənə ilcək çəkilməlidir. Başlayıb özündən geri qayıdan. Sonra C-dən D-yə, C təpəsindən D təpəsinə bir ilcək çəkirik və C-dən B-yə də çəkirik. Sonra D təpəsindən Aya və C-yə, Aya da C-yə də çəkirik. Daha sonra isə bizdən tillərin sayını istəyir. Gördüyünüz xətlərin hər birini sayırıq. Deməli, burada bir til var. Deməli, buradan bir til var. 1, 2, 3, 4, 5, 6 və bir dənə də ilcək buradadır 7. Yəni ilcək özü belə til sayılır. Saçı bilcəkləri çıxıb 5 deməyin. İlcək özü belə til sayılır. Cavab olur B variantı. Yəni 7 til var. A təpəsindən C təpəsinə Y təpəsindən keçməklə şərt qoyur. A-dan bu şəhərə gəlməlidir, amma ki, Y təpəsindən keçməklə. O zaman Y-dən keçməyən xətləri silməliyim. Y-dən keçməyən xət hansı xətdir? Məsələn, BC. Bu E-yə gəlib, sonra B-yə qayıdıb C-dən keçə bilməz. Axı, yəni bu yolla getsə, o Y şəhərini görməyəcək. Bir də C-dən D-yə gələn yol. C-dən D-yə gəlib təzən E-yə qayıda bilməz, buna ox icazə vermir. Deməli, biz buradan keçən həmin bu yolu da silməliyik. Belə. Da başqa bir yol yoxdur. Bunların hamısı gəlir buradan E təpəsinə, sonra E-dən də paylanır. İlk başdan çıxan tillərin üzərinə 1 yazılır. A-dan B-yə 1, A-dan E-yə 1-dir. Sonra A-dan C-yə də 1. B şəhərinə daxil olan bir yoldur. Yəni üzərinə 1 yazılıb. B-dən çıxan tilin üzərinə də 1 yazılır. Baxın, bu tilin üzərinə 1. C şəhərinə 2 til gəlir. C-yə ikisi gəlirsə, baxın, biri buradan, bir də buradan. Üzərindəki rəqəmlər önəmlidir. Oxların sayı yox. İkisi gəlirsə, C-dən çıxana 2 yazırıq. Sonra E təpəsinə. Buradan gələn til 2-dir. Buradan gələn tilə isə 1 yazmışıq. Demək, cəmi 3 til gəlir. Onda E-dən çıxan bu tilin üzərinə də 3 yazırıq. Bu tilin üzərinə də 3 yazılır və bu tilin üzərinə də 3 yazılır. Hər birinə 3 qeyd olunur. D təpəsinə gələn oxun üzərinə 3 yazılıbsa, D-dən çıxıb gedən bu xəttlərin üzərinə 3 yazmalıyıq. Sonra F təpəsinə 3, 3 cəmi 6 yol gəlir. F-dən çıxana 6 yazırıq. G təpəsinə 3-ü buradan, bu tilin üzərinə baxın 3 yazılıb, bu tilin üzərinə də 3 yazılıb. Bunların hər birində toplayırıq, olur 12 B variantı. Yəni, önəmli olan, burada tutaq ki, F-ə bir dənə xət gəlir, buradan da bir dənə ox gəlir. Bunu götürüb 2 yazmırıq. Biz onun üzərinə, yəni boşuna nömrələmirik. O deməkdir ki, yəni bu istiqamətlə gəlsə, bu ümumi olaraq bu yolla gəlsə 3 variant var. Yəni, məsələn, bir belə gələ bilər, bir buradan gələ bilər 2,
Bir də buradan çıxıb yuxarı ilə gələ bilər 3. Yəni 3 yol göstərir. Digəri də həmçinin üzərindəki rəqəmlər önəmlidir. Üçüncü sualda. Üçüncü sualda 1-3-5 rəqəmlərindən təşkil olunmuş bütün 3 rəqəmli ədədlər ağac modeli ilə ifadə olunarsa, yəni iyerarxik bir struktur qurmalıyıq. İstifadə olunarsa bu modelin sonuncu səviyyəsində olan təpələrin sayını tapın. Sonuncu səviyyədə olan təpələri də bilirik ki, yarpaq deyə adlandırırlar. Və şərt qoyur ki, 1 və 3 rəqəmləri təkrarlanmasın. Ağac modeli qurmadan da bunu yaza bilərik. Məsələn, yaza bilərik 135, sonra 153 və axırda neçə dənə ədəd alındı, yəni neçə ədəd alınıb o say deyə bilərik. Amma ağac modeli deyirsə, gəlin ağac modeli quraq, birdən düşə bilər ətraflı yazı kimi, yəni açıq tipli. 1, 3, 5, 3 rəqəmli ədəd deyir, qeyd edirik 3 rəqəmli. 3 rəqəmli ədəddir. Rəqəmlərdən biri kiçik problem oldu. Bəli. Deməli, üçüncü sualı izah edirdim. Burada 3 rəqəmli ədədi qeyd edək. 3 rəqəmli ədəd. Rəqəmlərdən biri 1-dir, digəri 3-dür, digəri isə 5-dir. 5. İndi yüzlük mərtəbəsi 1-dir. Yəni 100 neçə yaza bilərik? 3 və 5-də 1 və 3-də təkrarlanmaz. Yaza bilərik 135. 135. Sonra yaza bilərik 153. 153. Bir də 155 yaza bilərik. Çünki 5 təkrarlanmasını demir. Sadəcə 1 ilə 3-ə məhdudiyyət qoyur. 155. Başqa bir ədəd yoxdur. Sonra keçirik digərinə. İndi yazırıq 300 ilə olanları. 315 yaza bilərik. Sonra 351 yazmaq olar. Bir də 355. Başqa variantları yazsa orada 1 ilə 3 təkrarlanacaq. Sonra 5 ilə olan yaza bilərik. Bunda başqası ilə yazın. Deməli, yaza bilərik nəyi? 513 yaza bilərik. 513. Sonra 515 yazmaq olar. 515. Daha sonra 531 yazmaq olar. 535 yaza bilərik. 551 yaza bilərik. 553, bir də 555. Başqa da varmı? 535 yazdıq, 515 yazıldı. Yoxdur başqa. Və bizə ən sonuncu səviyyədə olanı istəyir. Burada sonuncu səviyyədə 1, yəni 5 var, 3 var, 5 var. 3 dənə ədəddir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Cəmi 13 ədəd var. Onun sayını istəyir. Cavabı 3 variant. İlginç, aydındır. Qurduğumuz model də ağac informasiya modelinə aid idi. Sonra dördüncü sualda qraf modelin qonşuluq siyasını müəyyən edin. Baxaq elə ilk variantlardan olmasa şadir. Deməli, A təpəsindən, burada göstərir ki, A təpəsindən B-yə, C-yə və Y-yə yol var. A-dan, bəli, B-yə yol var, C-yə yol var. Bir də E təpəsinə birbaşa yol var. Bu düzdür. Sonra burada da bu variant da doğru gəlir. Sonra B variant. B-də deyir ki, B təpəsi A, C, D, Y yol var. B təpəsindən A-ya, C-yə, D-yə və E-yə yol var. Bu da doğrudur. A, C, D-yi yazıb. Amma burada məsələn C-ni yazmayıb. Axı A-dan C-də xətt gəlir. Burada C-ni qeyd eləməlidir. Deməli, D variantı yanlışdır. Sonra C-dən A, F, D, B. C-dən A, F, D,
və B. Bəli, 4 dənədir, 4-ün də adı qeyd olunub. Bu da doğrudur. D təpəsindən C, B, Y-yə. D təpəsindən C, B, Y yol var. Onu da qarşısında yazıb. Bu da düzdür. Y-dən A, B, D, F-ə. Y təpəsindən A-ya, B-yə, D-yə və F-ə yol var. Doğrudur. F təpəsindən də C-yə və E-yə yol var. Bu da doğrudur. Elə cavab olur A variantı. Yəni, yol varsa, cədvəldə həmin təpələrin adları qeyd olunur. Hansına yol varsa. Yol yoxdursa da o adları qeyd etmirik. Verilmiş qonşuluq matrisinə uyğun qrafı müəyyən edin. Gəlin bunu digər tərəf atım. Yormasın. Aha. Deməli, cədvəldə yenə əgər yol varsa qonşuluq matrisidir. Yol varsa 1 ilə göstərilir. Yol yoxdursa da 0 ilə göstərməliyik yolların sayını. Sonra A-dan B-yə, B-yə də 1 yazılır. Bir də A-dan D-yə yol var, o da 1 yazılıb. Deməli, A təpəsindən yalnız B-yə, D-yə yol var. Digərlərinə yol yoxdur, 0 yazıldığı üçün. Hamısına baxırıq, A-dan 2 dənə xətt çıxır, düzdür. Bu birinci sətrə görə hamısı doğrudur. Sonra B-dən 4 dənə T çıxır. B-dən A-ya yol var. Baxın, hamısında B-dən A-ya yol var. Sonra B-dən C-yə və D-yə də yol var. B-dən C-yə, D-yə çəkib, B-dən C-yə, D-yə çəkib. Baxın, B-dən C-yə çəkib, amma D-yə çəkməyib. Axı göstərir, B-dən D-yə yol var deyə. Bunu çəkməlidir. Deməli, C variantı səhvdir. Burada B-dən C-yə var, B-dən də D buradadır, çəkib düzdür. B-dən C-yə və D-yə çəkib düzdür. Və əlavə olaraq B-dən F-ə də yol var. B-dən F-ə, burada da B-dən F-ə yol gəlir, F-ə gəlir. Burada amma B-dən F-ə yol gəlmir. Görürsünüz, çəkməyib. Çəkməkdə cədvəldə də 0 olmalı idi. Axı 1 yazılıb. Demək ki, bu da yanlışdır. B-dən F-ə çəkib düzdür. 2 variantı çıxdıq. C təpəsindən B-yə və E-yə yol var. C-dən B-yə, E-yə yol var. C-dən B-yə yol var, amma E-yə çəkməyib, götürüb D-yə çəkib. Deməli, B variantı yanlışdır. Sonra bir də C-dən B-yə və E-yə baxın. Burada da C-dən B-yə çəkib, E-yə çəkib düzdür. Sonra D təpəsindən AB-yə yol var və YF-ə yol var. 2 variantımız qalıb. D təpəsindən A-ya yol yoxdur axı burada. Burada D-dən A-ya 1 göstərir, amma burada D-dən A-ya çəkməyib. Deməli, bu da yanlışdır. D-dən baxın A-ya, B-yə, Y-yə və F-ə yol var. 4-ünü də yazıb. Y təpəsindən CD-yə yol var. E təpəsindən D-yə, C-yə yol var və sonuncu F-dən də B ilə D-yə yol var. B ilə D yol var. O da doğrudur. Cavab olur A variantı. 6-cı sualda bu maraqlı sualdır. Topluda Koderada buna aid çoxlu suallar işləmişik. Yəqin ki, çətinlik olmaz. Özü də sadə qrafdır bu. Topluda bunun çətinləri var. Amma bu sadə qrafdır. Çünki fərqli olan bir dənə 1 olan var. Burada bir dənə bir qonşusu olanı görürük. Deməli, burada F-in F elə bir təpədir ki, onun bir dənə qonşusu var. Bir qonşu. Başqa B-nin 2 qonşusu var, 2 dənə xətt çıxır. A-dan 4 dənə xətt çıxırsa, 4 tir çıxırsa, 4 qonşusu var. Yəni, başqa bir olan yoxdur, bir dənə budur. Baxırıq, burada bir qonşusu olan hansıdır? 4-dür. Baxın, 4 təpəsidir ki, onun bircə dənə yolu var, o da 20-dir. Getdiyi bir qonşuya gedir, o qonşu da 20-dir. Deməli, F təpəsi elə 4-ü göstərir. 4 təpəsi. Bəs 4 nə ilə qonşudur? 4 5 ilə qonşudur. Deməli 4-ün gəldiyi də F-in də gəldiyi bir dənə C-dir. Deməli C də 5-ə bərabərdir. Bizdən A-yı arasında ən qısa yolu tapır. Əvvəlcə təpələrini nömrələyək, yəni buna uyğun tapa. Daha sonra da tillərini seçərik. Bunu biraz böyüdüm. Aha. Deməli 2 təpəni tapdıq. 4-ü də tapdıq, 5-i də. Biri F-dir, biri də C-dir. Daha sonra necə tapa bilərik? Nəyi tapa bilərik?
Burada A'nın 4 qonşusu var, D'nin 3 qonşusu var. Deməli, baxın C təpəsinin getdiyi yollar A'dır, E'dir, bir də D'dir. A'nın 4 qonşusu var. E'nin 2 qonşusu var, 2 xətt çıxır. D'nin isə 3 dənə qonşusu var, 3 xətt çıxır. Bir dənə 4 var. Baxın, burada B'nin 2 qonşusu var. E'nin də 2 qonşusu var. 4 sadəcə A'dadır. Onda baxaq görək 4 burada hara düşür. Cədvəldə Cədvəldə deməli 4 olan bir 5 idi, 4 dənədir. Bir də A-dır. 4 dənə olan baxın 3 qalır. 1, 2, 3, 4. 4 dənə qonşusu olan 3 təpəsidir. Burada da A təpəsidir. Deməli A-nın nömrəsi də 3-dür. Sonra D'nin 1, 2, 3, 3 dənə qonşusu var. Baxırıq cədvəldə bir təpəsinin də 1, 2, 3, 3 dənə qonşusu var. Deməli bu D-də 1-ə bərabərdir. Yəni burada birinin neçə qonşu sayı varsa, buradakı ilə üst-üstə düşməlidir. Daha sonra başqa nəyi tapmadıq? Bir də buradan D təpəsini tapa bilərik B-yə görə. B-ni tapa bilərik D-yə görə. Deməli, D təpəsi hara gedir? B-yə. D təpəsi B-yə gəlir, A-ya gəlir, bir də C-yə gəlir. A-ya, C-yə. A təpəsini tapdıq ki 3 nömrədir. C təpəsini tapdıq ki 5 nömrədir. Amma bir dənəsini tapmamışıq. O da B-yə düşür. Onda D-yə 1 demişiksə, baxaq ki 1 3-ə gəlir. Onu yazdıq. Sonra 5-ə gəlir. O da C təpəsidir. Bir də 6-ya gəlir. O da 6-dır. Deməli B təpəsi uyğun olur 6-ya. Yəni bu oldu 6-ya. Buna da qalır bir dənə 2. Hər bir təpəni tapandan sonra qrafın tillərin uzunluğunu qeyd edirik. 1-dən 3-ə məsafə 6-dır. Baxın, 1-dən 3-ə qədər məsafə 6-dır. Sonra 1-dən 5-ə qədər, 5 təpəsinə qədər məsafə 4-dür. 1-dən 5-ə qədər məsafə 4-dür. Sonra 1-dən 6-ya qədər də məsafə 6-dır. Yəni, buranı nəzərdə tutur. Bu yolda 6-dır. 2-dən 3-ə 25-dir. 2 ilə 3-ü tapdıq. Onda bu yol 25-dir. 2 təpəsindən 5 təpəsinə 12-dir. Bu yol olur 12. 4 təpəsindən 5-ə 20-dir. Bura 20-yə bərabərdir. Sonra 5 təpəsindən 1-ə 5-dən 1-ə 1 haradaydı? 1-ə 4 yazmışam. Sonra 12-ni də yazmışam. 3-ə qədər olan məsafə 15-dir. Cədvəldə göstərir. 4-ü də yazdım. Və sonuncu 6 təpəsindən də D-yə yəni 1-ə 6-nı yazmışam. Digəri 3-dür. 3 təpəsində də yolun uzunluğu 10-dur. A-Y təpələr arasında ən qısa yolu. Deməli, A təpəsindən Y təpəsinə ən qısa yol. İndi A-dan deyə bilərsiniz ki, elə birbaşa E-yə gedir də xətt. Həmin yolun uzunluğu 25-dir. Başqa necə gedə bilər? Başqa gedə bilər. A-dan C-yə, C-dən E-yə gələ bilər. Yəni A, C, Y. O da 15 üstə gəl 12 bərabər 27. Bizdən qısa yolu istəyir. Onda bu ola bilməz. Axı 27-dən kiçik hələ ki 25 var. Sonra baxaq başqa qısa yol varmı? Məsələn, A-dan D-yə gələ bilər. Baxın, A-dan D-yə bu 6, D-dən C-yə 4, C-dən E-yə də 12. Deməli, belə A, D, C, Y. 6, 4, 12 eləyir 22. Deməli, burada yol 22-dir. Onda 25-i seçirik. Çünki 25-dən kiçik 22-ni aldıq. Variantlarda baxırıq ki, 22-dən kiçik 20 də var. Onda bir baxaq, bəlkə 20 də var. 22-dən kiçik bəlkə ən qısa yol 20-dir. Burada hansı yolla getsəm, məsələn, belə gəlsəm, AB, B-dən D-yə 16, 16, 16, üstə 4 yanında 20, 10-cu yanında 30 şey. Yəni, heç cür 20 yolunu almaq olmur. Deməli, elə ən qısası 22-dir. Deməli, birinci uyğun olaraq təpələri tapırıq, uyğunlaşdırırıq. Təpələr arasındakı məsafələri cədvələ görə təyin edirik. Yəni, cədvəldə necə göstərsə, həmin rəqəmləri yazırıq. Sonra da ən qısa yol nə qədərdir, onu tapdıq. Qrafda dövrələrin sayını tapın.
Deməli, qrafda dövrə odur ki, bir təp qapalı yola dövrə deyirlər. Yəni bir təpədən çıxır, fırlanır və təzə həmin təpəyə geri qayıdırsa, bunu adlandırırlar qraf. Daha doğrusu dövrə. Deməli, birinci dövrə A, D, B, A dövrəsidir. A, D, B, A. Görürsünüz, başladı. A, D, B, A. Mesela bunu belə yazdıq 1. Təzədən götürüb A, B, D, A deyə bilmərik. Çünki həmin təpəni yazmışıq. Yəni hərflər dəyişməklə ikinci bir dövrə çıxır deyə bilmirik. İkinci dövrə A, D, F, A dövrəsi. Deməli A, D, F, A dövrəsi. Sonra üçüncü dövrə A, B, D, F, A dövrəsi. Belə fırlanır. A, B, D, F, A dövrəsi. Dördüncü dövrə. Deməli, bunları qeyd elədik. Belə gedə bilər. Baxın, bir kəpənək forması alınacaq. A, F, C, Y, A dövrəsi. Ya da A, Y, C, F, A deyə bilərik. Fərqi yoxdur. Deməli, A, F, C, Y, A dövrəsi. Sonra beşinci dövrə. Beşinci dövrə. Belə fırlana bilər. A, B, D, F, C, Y, A dövrəsi. Deməli, A, B, D, F, C, Y, A dövrəsi. Və altıncı dövrədə A, D, F yazdıq. Bir dəqiqə. Dördüncü dövrədə A-dan başlayıb. Şərt deyil A-dan başlasın, yəni digərlərindən də başlaya bilər. Daha başqası hardadır? 5 dövrə var. Altıncısı da A, D, belə A, D, F, C, Y, A dövrəsi. A, D, F, C, Y, A. Bunu yazmışdıqmı yuxarıda? Yox. Burada D yoxdur. Burada da ki B var. Burada B yoxdur. 6 dövrə. Tam cəmi, yəni bir təpədən başlayıb həmin təpəyə qayıdan cəmi 6 dövrədir. Dövrə adlarını da qeyd etdim. Sonra A təpəsindən F təpəsinə, D təpəsindən keçməyən müxtəlif yol. Bayaqki sualların birində keçsin deyirdi, indi keçməsin deyir. D təpəsindən keçmədən deyirsə, onda D-yə gələn tilləri, həm də D-dən çıxan tilləri silmək lazım. Baxın, D-dən çıxan tilləri silirik. Bitdi. Sonra başlayıb nömrələyirik. İlk başdan çıxanlar 1-dir. Demək, bu xəttdə 1-dir. Buradan gələn bu xəttin də qiyməti 1-dir. Sonra B-yə gələn bir dənədirsə, B-dən çıxan bu xəttdə də 1 yazırıq. B-dən çıxan bu xəttdə də 1 yazmaq lazımdır və buradan gələn bu xəttdə 1 olur. Məsələn, E təpəsini tapa bilmirik. Çünki axı bunun yolun nömrəsi yoxdur, hələ yazmamışıq. C-yə gələn oxun sayı 1-dir. C-dən çıxan bu xətlərin üzərinə 1 yazıram. İkisi də C-dən çıxır. İndi E-yə gələni tapa bilərik. 1 buradan, 1 buradan və 1 də buradan. Cəmi 3. E-dən çıxan bu xəttin üzərinə 3 yazırıq. C təpəsinə buradan bir dənə til gəlir. C-dən çıxan xəttə 1 yazırıq. 1. Daha sonra deməli F təpəsinə bir yol buradan, 3 yol bu tilin üzərinə 3 yazmışıq. Bu tilin üzərinə də 1. Bunları da toplayırıq. Cəmi verir 5. Deməli, A-dan F-ə D təpəsindən keçmədən 5 müxtəlif yolla getmək olar. Proqram yalnız 2-yə vurma və 3 vahid azalma, 3 vahid çıxma əməllərini yerinə yetirir. 7 ədədindən 20-ni almaq lazımdır.
Və deyək ki, proqram ən az neçə əmri yerinə yetirir. Artıq bu qalır sizin məntiqinizə ya da riyazi savadınıza. 7-dən 20-ni almaq üçün deməli 2-yə vurma var. Bir də 3 vahid artırma var. Yox, 3 vahid azaltma var. Deməli 2-yə vur, 2-yə vur, üçüncüsü 3 çıx. Ən az sayda 7-dən 20-ni necə ala bilərik? 7-dən 7-dən 3 çıxsa 4. 4'ü vursaq 2'ye 8. Sonra 8'den çıxsaq 3'ü 5. 5'i 2'ye vuranda 10. Onu da 2'ye vuranda 20. Neçə addım oldu? 1, 2, 3, 4, 5. 5 addım. Elə variantda şərtdən az deyildi. Variantda da ən az olan 5'dir. Məsələn, başqa üsullarla da ala bilərsiniz. Tutaq ki, 7'ni məsələn 2'yə vurarsınız 14. Sonra təzədən məsələn 3 çıxa bilərsiniz. Yəni bir neçə yolla 6 addımla da almaq olar. Məsələn uzadıb 7, 8 ilə də ala bilərsiniz. Amma ən az deyirsə ən az 5 addımdır. Birinci addımda çıxdıq, ikinci addımda 2'yə vurduq, üçüncü addımda yenə çıxdıq, dördüncü addımda vuruldu, beşinci addımda da yenə vuruldu da 20 nəticəsi alındı. Ən az olur 20 C variantı. 10-cu sualda çəkili qrafda A təpəsindən K təpəsinə gedən ən qısa yolu tapın. Deməli, A'dan K'ya ən qısa yol. Hər təpədən ən çox bir dəfə keçmək olar. Ən qısa yol, baxın, düşünə bilərik A'dan K'ya necə gedə bilər? A, D, K ilə. A, D, K. Əgər belə gəlsə 7, 11 eləyir 18. Deməli ADK yolunun uzunluğu 18. 18 yoxdur. Baxaq. Başqa necə tapa bilərik? Bizdən ən qısa yolu istəyir. 18-dən deməli qısalar da var. Sonra baxa bilərik A, C, K yoluna. Deməli A, C, K. A'dan C'yə 12-dir, C'dən K'ya 4 eləyir 16. Demək 18-dən kiçik cavab tapdıq 16. Variantda 16-nı gördük. Və baxırıq ki 16-dan kiçik variant da var. Axı 15 də var. Bəlkə cavab 15-dir, onda onu da axtaraq. Məsələn, belə gəlsə A, B 6, B-dən Z-yə 7, 13, 13-dən 4-ə də 17 verir. 16-dan kiçik olmadı. Sonra başqa necə gələ bilər? Əgər A-dan D-yə gəlsə 7, D-dən Z-yə 4, C-dən K-ya da 4. 7, 4, 11, 11'in üzerine 4 geldi 15. Gördünüz 16'dan kiçik 15'i alabildik. Yolda A, D, C, K yoludur. 7, 4 ve 4, 15. Cevap olur C variantı. En kısa yolu istəyirdi bizdə şərtdə. Yəni aşağı cavab alan kimi o saat onu yazmayın. Variantlara da baxın ki, bəs ondan kiçiyi də varmı? Əlavəsini tapa bilərikmi? 11-ci sualda ən uzun dövrənin ölçüsünü müəyyən edin. Aha, ən uzun dövrəni istəyir. Dövrə qapalı yol idi. Adan çıxıb, digərlərindən fırlanıb yenidən aya qayıtsın. Belə ola bilər. A'dan C'yə bir ulduz formalı şəkil var. A'dan C'yə, C'dən B'yə, B'dən D'yə, D'dən E'yə, E'dən də C deyəcəm, təkrar qayıda bilməz axı. Bir dəqiqə. A'dan B'yə gəlsə, B'dən D'yə, D'dən E'yə, E'dən C'yə, C'dən də A'ya. Deməli, bir də yazıram. A'dan B'yə izləyin. B'dən D'yə, D'dən E'yə, E'dən C'yə, C'dən də A'ya. Ən uzun dövrə bu görsənir. Görək uzunluğu nə qədər olur. A'dan B'yə 6-dır, B'dən D'yə 14-dür, D'dən E'yə qədər 11 yazılıb, E'dən C'yə 5-dir, C'dən də A'ya 18-dir. Toplayanda alınır 20, 16, 16 üstə 8 gəndə 34, bərabərdir 54. Variantda da 54-dən uzunu yoxdur, elə cavab olur 54. Deməli, A'dan
B-yə, B-dən D-yə, D-dən E-yə, E-dən C-yə, C-dən də A-ya. Ən uzun dövrədir və uzunluğu da 54-ə bərabərdir. Üstəki rəqəmləri cəmləyirik. Qonşuluq matrisinə görə qonşuluq siyahısını müəyyən edin. Bayaqki suallardan birinin tərsidir. İndi A-dan hara yol var? B-yə, D-yə, E-yə. Yəni 1 yazılıbsa, demək ki, ora yol var deməkdir. A-dan B, D, E. B, D, E yazıb, B, D, E yazıb, hamısına yazıb B, D, E. B təpəsindən A-ya, C-yə, D-yə və F-ə yol var. A-ya, C-yə, D-yə, F-ə yol var. Məsələn, burada D-ni yazmayıb. Deməli, bu yanlışdır. C təpəsindən B-yə və E-yə yol var. C təpəsindən B-yə və E-yə yol var. Burada C yazıb. Axı ilgək yoxdur. C-dən C-yə sıfırdır. Deməli, B-yə və E-yə yol var. Burada artırıblar, çox yazıblar. B, E 2 variant qalır. Y variant aşağıdadır. D-dən A, B, Y, F. Deməli, burada F-i yazmayıb. Səhvdir. A, B, Y, F. Sonra Y təpəsindən A, C, D. A, C, D. F təpəsindən də B ilə D-yə yol var. Düzdür. Cavab olur A variantı. 13-cü sual. A təpəsindən bir təpəsinə gedən müxtəlif, yox, I təpəsinə I hərfidir bu. A təpəsindən I təpəsinə gedən müxtəlif yolların sayını tapın. Onda ilk başdan çıxanlara 1 deyə nömrələyirik. B-yə daxil olan 1-dirsə, B-dən çıxanlara 1 yazırıq. C-yə daxil olan 1-dir, C-dən çıxan xəttə 1. D-yə gələn 1-dir, D-dən çıxanlara 1 yazırıq. E-yə gələn 1, 2, 3-dür. E-dən çıxan xətlərin hər birinə 3 yazırıq tillərə. F-ə 4 til daxil, 4 yol gəlir. 3-ü buradan, 1-i buradan. F-dən çıxana 4 yazırıq. Sonra H-a gələn 3-ü buradan gəlir, 4-ü buradan cəmi 7. Onda H-dan çıxan xətlərin üzərinə 7 yazırıq. C şəhərinə 7 buradan, 3 buradan, 1 buradan eləyir 11. C-dən çıxana 11 yazırıq. Və 11 burada, 7 burada cəmi 18 yol gəlmiş olur. 14-də prototip model münasibətini əks etdirmir. Prototip ya da buna orijinal deyə bilər. Obyektin özüdür. Model də ona baxılıb yaradılandır. Deməli, robotun məntiqi quruluş sxemi. Robot olsun prototip, robota baxıb da onun sxemi qurulur. Sxem qurulursa, deməli, bu modeldir. Özü də informasiya modelidir. Məktəb olsun orijinal. Məktəbə baxıb şəkil çəkilirsə, məktəbin şəklini çəkirsə, deməli, o da onun modelidir. Bu da olur informasiya modeli. Avtomobil və avtomobilin texniki təlimat kitabçası. Bəli, bu da avtomobilin özü orijinaldır, prototipdir. Avtomobilin texniki təlimat kitabçası, yəni məsələn sxemi deyək, o olur onun modeli. Sonra kompüterin prosesoru və yaddaş qurğuları modeli sayılmır onun. Kompüterin hissələri sayılır. Əgər desəydi kompüter, qarşısına yazılsaydı məsələn kompüterin şəkli ya da oyuncaq kompüter, o zaman bəli modeli əks etdirərdi. Amma bu kompüterindən, məsələn, düşün, avtomobil deyirəm. Avtomobil, sonra da yazırıq təkər. Bu onun modeli deyil axı. Özü model orijinala oxşamalıdır. Yaddaş qurğusu RAM. Belə kiçik bir mikrokart. Bu kart böyük kompüterə necə bənzəsin? Heç oxşarlığı yoxdur. Sonra binanın planı. Bəli, bu da yenə evakuasiya planı, yəni binaya bənzər giriş, çıxış və s. Bunlar göstərilir. Cavab olur D variantı. Burada model deyil. 15 riyazi modeldir. Obyektin ölçülərini dəqiqliklə əks etdirən hər hansı bir xam maldan hazırlanan model. Riyazi model deyirsə, o riyazi üsullarla, məsələn, düsturlarla və s. bunlarla əks olunmasıdır. Riyaziyyatı yada salaq, tənliklərdən ibarət olması. Obyektin elementləri arasında əlaqəni tənliklər şəklində quran olur riyazi model. D variantı. Adına uyğun. 16-cı sualda obyektlər arasında əlaqə nə zaman ağac informasiya modeli ilə ifadə olunur? Obyektlər arasında əlaqə iyerarxik struktura malik olanda elə iyerarxik ağacvari deməkdir.
Qayda kitabında da bu var. Emin kitabında ağacvari ağacvari deyəndə iyerarxik sözünü axtarırıq. Bayaq qurmuşduq, yuxarıda deyirdi ya, 1, 3, 5 rəqəmlərindən 1, 3 təkrarlanmasın. Biz yazdıq 1, 3, 5, sonra onları bu şəkildə bir-biri ilə əlaqələndirdik. Bu cür o şəkildə olan o strukturu adlandırırlar ağacvari ya da iyerarxik struktur. Orada da dedim. Şagirdin çantasında hərəsindən 3 rəngdə qırmızı, göy və qara olmaqla qələm, karandaş və xətkeş var. Deməli, 3 qələmi var, rəngləri bunlardır. 3 karandaşı var, rəngləri və 3 xətkeşi var, rəngləri bunlardır. Şagirdlər bu ləvazimatlardan fərqli rənglərdə hərəsindən bir dənə götürməli. Deməli, 3 əşyası var. Karandaş, qələm, karandaş, xətkeş. Kırmızıdır. Kırmızı. Deməli, kırmızı var, qara var, bir də hansı rəng idi? Göy rəngi var. Burada da kırmızı var, qara var, göy var. Burada da yenə kırmızı, kırmızı, qara, bir də göy rəng var. Deyir ki, fərqli rənglərdə götürür. Məsələn, bu birinci göstərir, tutaq ki, qələmi, bu göstərir karandaşı, bu da göstərir xətkeşi. Əgər qələmi götürmək istəyirsə, 3 dənə seçim variantı var. Yəni, istəsə qırmızını götürər, istəsə qaranı götürər, istəsə göy. Yəni, üçündən birini götürəcək. Tutaq ki, o götürdü qırmızı qələmi. Qırmızı qələmi götürübsə da qırmızı karandaşı götürmür. Çünki deyir fərqli rənglərdə olmalıdır. Demək, burada qırmızı karandaşı və qırmızı xətkeşi götürə bilməz. Burada qalır ona nə? 2 dənə seçim. Ya qara karandaşı götürəcək, ya da ki göy. 2 dənə seçimi var. Tutaq ki, burada gəldi, göy karandaşı götürdüsə, da bundan sonra göy rəngi götürə bilməz. Yalnız qara rəngdə olan xətkeşi götürə bilər, olur 1. Yəni, bir dənə seçim şansı var, o da qara rəngdə, bitdi. Və bunların bir-birinə olan hasili. 3 dəfə 2, 6, 6-nı da 1-ə vuranda olur 6. Deməli, cəmi 6 üsulla seçim edə bilər. 18. Doğru ifadələri müəyyən edin. Bütün ağaclar qraf hesab olunur. Bütün ağaclar, bəli, ağac informasiya modeli də elə qrafın bir növüdür. Düzdür. Doğrunu istəyir bizdən. Əlaqəsiz qrafda dövrə ola bilməz. Yox, səhvdir. Məsələn, gəlin 2 dənə qraf quraq. Tutaq ki, bu A təpəsi, bu B təpəsi, bu C təpəsi belə bir qrafdır. Məsələn, bir də bu olsun D. Burada da başqa bir qraf var. Y-dir, məsələn, F-dir, bir də K-dır. Bu da belə bir qraf. Belə qurulub. Əlaqəsizdir. Baxın, yəni bu qrafla bu qrafın əlaqəsi yoxdur. Bir-birinə gedən yolu yoxdur. Bağlayan xət yoxdur. Əlaqəsiz qrafda deyil, dövrə ola bilməz. Var da A, B, C, A. Məsələn, tutaq bu xətti də birləşdirsək, A, B, D, C, A, B, D, C. Yəni, dövrə ola bilər. Elə bir qayda yoxdur. Nümunə üzərindən də göstərdim ki, yəni əlaqəsizdir, bir-birindən əlaqəsi yoxdur, amma dövrə var. Ağacda təpələrin sayı tillərin sayına bərabər olur. Ağacda təpələrin sayı tilin sayına bərabər olur. Gəlin bir ağac quraq. Tutaq ki, bu babadır. Bunun 2 övladı var. Məsələn, bu onun tutaq ki, qızıdır. Bu da ki, oğludur. Tutaq ki, burada qızın da məsələn 2 övladı var. Bu birinci uşaq, bu da ikinci uşaq. Bunun da məsələn bir dənə övladı var. İndi ağacda təpələrin sayı. Ağac deyil, bu təpələr sayaq. 1, 2, 3, 4, 5, 6. 6 təpə var. 6 təpə. Təpənin sayı tillərin sayına bərabərdir. Tilləri sayaq. Xəttləri, yəni 1, 2, 3, 4, 5. 5 dənə də til var. Bunlar bir-birinə bərabərdirmi? Xeyr, bərabər deyil. Hər zaman ağacda təpələrin sayı tillərin sayından bir vahid çox olur. 10 dənə təpə olarsa 9 til olur. 3 dənə təpə olarsa 2 dənə til olur. Yəni, bərabər olmur. Bir vahid fərqlənir. Bu da yanlışdır. Qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Aha, bəli, ola bilər. Məsələn, tutaq ki, məsələn bu. 1, 2, 3.
3 dənə təpə var. Bir, 2, 3. 3 dənə də til var. Yəni bərabər ola bilər. Hökmən hər zaman bərabər olmalıdır demir. Ola bilər, ola da bilər, olmaya da bilər. Doğrudur. Ağac dövrəsiz əlaqəli qrafdır. Bəli. Baxın bu ağac modeli. Burada dövrə varmı? Yoxdur. Yəni məsələn, tutaq bu təpədən başlayıb gedib fırlanıb təzədən özünə qayıda bilərmi? Qayıda bilməz. Onda deyirik ağac dövrəsiz olan qrafdır. Yəni ağacda dövrə yoxdur. Elə ağac informasiya modelinin tərifində elə deyirlər. Dövrəsi olmayan qrafa nə deyirlər? Dövrəsi olmayan qraf ağacvari qrafdır. Ya da iyerarxik qrafdır, belə adlandırılır. Doğru ifadəni istəyirdi, olur 1, 4, 5 B variantı. 19-da qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yol ilə getmək olar? Bunun ən yaxşı yolu qrafını qurub sonra müəyyən etməkdir. Deməli, qrafını quranda hər təpədən ən çoxu bir dəfə keçir. A təpəsindən B-yə və C-yə yol var. B-yə, bir də C-yə yol çəkirik. İndi oxlu çəkək, yoxsa oxsuz çəkək. Davam etsək, baxın B-dən də A-ya yol göstərir. A-dan B-yə yol var. Burada deyir B-dən də A-ya yol var. O zaman oxsuzdur. Amma əgər bu sıfır olsaydı, belə oxlu çəkərdik ki, A-dan B-yə yol var, amma B-dən A-ya yol yox. Sonra B təpəsindən D və E-yə yol var. B-dən D-yə və E-yə yol çəkirik. Bunları da təpə kimi qəbul edək. Sonra C təpəsindən A-ya çəkmişəm. C-dən D-yə və E-yə yol var. C-dən D-yə, bir də C-dən E-yə yol var. Sonra gəlin bunu biraz sərgən çəkim. Sonra bizi çaşdırmaz. Bura E deyək. Bura D təpəsi deyək. Deməli, B-dən D-E-yə çəkdim. Sonra C-dən A-ya, D-yə və E-yə, C-dən D-yə çəkək. Bir də C-dən E-yə çəkək. Belə. Sonra D-dən B-yə var, C-yə var. Bir də F-ə göstərir. Gəlin, burada bir dənə də F təpəsi qeyd edeyim. D-dən çəkdik. Sonra E təpəsindən B-yə yol var. E-dən hardadır E? E-dən B-yə yol var, C-yə yol var. Bir də F-ə də yol göstərir. Bunu da çəkək. F-ə. F. Başqa F-dən də D və E-yə yol var. F-dən də D-yə də, E-yə də yol çəkildi. Belə. Sonra bizdən nəyi soruşurdu? A təpəsindən Y təpəsinə neçə müxtəlif yolla getmək olar? Yəni, buradan bura qədər neçə müxtəlif yol var. Artıq oxsuzdur. Əgər oxlu olsaydı, bayaqki kimi üzərinə 1-1 yazıb tapa bilərdik. Bu şəkildə, göz variantlar da kiçik variantlardır. Bu şəkildə ilə əlimizdən sayırıq. Biri A, B, Y yoludur. A, B, E belə gələ bilər. Sonra A, B, D, E, F, Y. A, B, D, E, F, Y. Bu ikincisi. 1, 2. Sonra B gəldi mi? Daha sonra belə gedə bilər. A, C, Y gələ bilər. Üçüncüsü. A, C, Y gedə bilər. Dördüncüsü. Deməli, A, C, Y-ni getdi. Sonra A, C, D, E, F, Y gedə bilər. A, C, D, E, F, Y. Beşincisi varmı? Deməli, A, C, D, B, F. Baxın belə. Buradan qalxıb belə fırlana bilər. A, C, D, B, Y. A, C, D, B, Y. Aha, beşincisi bu. 6 varmı, yoxsa 5-lə mi dayanır? Deməli. Bir də A, belə var. A-dan B-yə, B-dən D-yə, D-dən C-yə, C-dən də E-yə gedə bilər. Altıncısı da budur. A, B, D, C və Y. Cəmi 6 yol var. Deməli, 6 müxtəlif yolla da gedib A-dan E təpəsinə çata bilər. Cavabı D variantı. Sonra 20-ci sualda çəki matrisinə əsasən qraf haqqında doğru olanları tapın.
İlk öncə neyniyək? Qrafı quraq. A-dan B-yə yol var. Çünki bizdən neçə til var və sair soruşur. A-dan B-yə yol var. A təpəsindən B-yə 12-dir. A-dan D-yə yol var. Uzunluğu 7-dir. Sonra B-dən A-ya çəkdim. B-dən C-yə, D-yə, bir də E-yə yol var. B-dən D-yə yol var. 9-dur. B-dən C-yə yol var. C-yə yol var 3-dür. Bir də B-dən E-yə yol var 18-dir. C təpəsindən B-yə çəkdim. C-dən E-yə də yol var. Bu yolun uzunluğu 11-dir. C-dən F-ə yol var. Baxın C-dən F-ə yol gəlir. O da ki 16-dır. F-ə, bu da 16. D-dən A-ya yol çəkmişəm. D-dən B-yə çəkmişəm. D-dən F-ə yol göstərir 14. Yəni bu 14-dür. E təpəsindən B-yə C-yə yol var. Çəkdiyi yollar 18, 11. F-dən də CD-yə yol var. Onu da çəkdiyim 16, 14. Deyir, əlaqəli qrafdır. Bəli, düzdür. Əlaqəli qrafdır. Yəni, iki dənə ayrı-ayrı qraf yoxdur ki, hamısı bir-biri ilə əlaqəlidir. Bir düzdür. Yönəldilmiş qrafdır, yəni diqrafdır. Yönəldilmiş qraf odur ki, oxlu olsun, yəni tilləri qövs olsun. Axı burada A-dan B-yə 12 var, B-dən də A-ya 12 var. O zaman bu yönəldilmiş qraf deyil. Sadəcə tillərdir, qarşılıqlıdır. Birindən digərinə yol var. 2 səhvdir. Qrafda Y təpəsi D və F təpələrini tillə birləşdirir. E təpəsi bu təpə D ilə F-i birləşdirir. Yox, D hardadır, F hardadır, heç E ilə əlaqəsi yoxdur, onları birləşdirmir. D-dən F-ə birbaşa xətt gedir. Birləşdirən til yoxdur. Qrafda yalqız təpə var. Yalqız təpə odur ki, heç birinə yolu olmayan. Məsələn, tutaq kənarda bir dənə C nöqtəsi olsaydı, bəli, o zaman yalqız olardı. Axı, burada hamısı bir-birindən qonşudur, yalqız yoxdur. Qrafda dövrə var. Bəli, qrafda dövrə var. Məsələn, biri A, B, D, A dövrəsi. Məsələn, A, B, C, F, D, A dövrəsi. Və yaxud B, C, Y, A, B, C, Y, B dövrəsi. Bir də B, C, F, D, B dövrəsi. Yəni, 3-4 dənə dövrə var. Deməli, 5 də düzdür. Qrafda dövrə var, bəli. Bizdən doğru fikirləri istəyirdi. Olur 1 ilə 5. 2, 3, 4 də olur yanlış fikir. 21. Qonşuluq matrisinə uyğun qrafın əlaqəsiz olması üçün hansı təpələr birləşdirən til olmamalıdır? Gəlin qrafı quraq, sonra seçək. Çünki qrafı qurmadan çətin olur. Hətta bəlkə heç mümkün deyil. A-dan B, C-yə yol var. A təpəsindən B-yə və C-yə yol çəkirik. B, C. Sonra başqa yoxdur. B-dən A-ya və C-yə yol var. B-dən A-ya çəkdim, bir də C-yə çəkirəm. C-dən A-ya B-yə çəkdim. C-dən bir də D-yə göstərir. D təpəsinə. Sonra D təpəsindən C-yə yazdıq. Y və F-ə yol var. Buradan da 2 dənə yol ayrılır. Biri Y-dir, digəri də F-dir. Sonra Y təpəsindən D-yə və F-ə yol var. Buradan F-ə də yol var. Və F-dən də D-yə yol var. Onu seçdik artıq. Soruşur ki, necə idi? Matrisinə uyğun qrafın əlaqəsiz qraf olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? Bunun əlaqəsiz qraf olması, bunları bir-birinə bağlayan nədir? Bu CD xəttidir. Bunu düşünün, bir kənddən o bir kəndə gedən yol. Əgər bu yol olmazsa, iki kənd arasındakı əlaqə itər. Yəni yol olmaz. Deməli, bizə deyir ki, əlaqəsiz olması üçün, yəni bir-birinə gediş-gəliş olmaması üçün hansı til olmamalıdır? CD tili. Əgər CD tilini ləğv etsək, əlaqəsiz qraf alınacaq. 22-ci sualda modelin ən önəmli hissələrindən biridir bu. Hər blokda bir dənə sual vardı. Bu il düşəcəkmi bilmirəm. Düşə bilər. Keçən ildə səhv eləmirəmsə, müəllimlərin işə qəbulunda bu tipdə bir sual var idi. 1, 3, 5 və 10 kiloluq qablarda cavalı, albalı, çiyələk, əncir mürəbbələri saxlanılır. Qabların ikisi dolabda, ikisi stolun üstündədir. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil, çiyələk mürəbbəsi dolabda, içkiola və s. Soruşur ki, cavalı mürəbbəsi hansı qabda və harda yerləşir?
Bu tipləri cədvəlinə yazırıq. İndi burada cədvəl varmı? Qabların ikisi dolabda, ikisi də stolun üstədir. Gəlin cədvəl quraq, daha rahat olsun bizə. Deməli, meyvələr nədir? Cavalıdır. Bu cavalı olsun. Sonra albalı, çiyələk və əncir. Sonra adlarını yazarıq. 1, 3, 5 və 10 kiloluqdur. Bir də dolabla digərinə yazaq. Əslində 2 dənə qutu kimi dolabla stolu seçə bilərik. İndi yazaq. Deməli, cavalı, sonra albalı, çiyələk, əncir. 1 kilo, 3 kilo, 5 kilo və 10 kiloqram var. Dolab, bunu götürək dolab. Onu da götürək stol. İkisi dolabdadır, ikisi stolda. Burada 2 dənədir, burada da 2 dənədir. Deyir ki, məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Albalı dolabda deyil. Dolabda deyilsə, onda stoldadır. Sonra çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanına qoyulub. Çiyələk mürəbbəsi dolabda, deməli, çiyələk mürəbbəsi dolabdadır. Çiyələk dolabdadır. 3 kiloqramlıq qabda olan bir mürəbbənin yanına qoyublar. Çiyələklə həmin qab yanaşıdır. Onda çiyələk 3 kiloqram deyil. 3 kiloqram çiyələk dolabda 3 kiloluq hansısa başqa mürəbbə var. Həmin mürəbbənin yanına qoyublar. O zaman çiyələkdə 3 kilo deyil. Çiyələk dolabdadırsa da stolda ola bilməz. Əncir mürəbbəsi ən böyük qabdadır. Əncir mürəbbəsi 10 kiloluq qabdadır. İndi əncir hətta 10 kiloluq qabdadır. Sonra ən kiçik qab stolun üstündədir. Ən kiçik qab nə qədər idi? 1 kilo. Və bəs o hardadır? Stolun üzərində. İndi burada deyirdi ki, əncir 10 kiloluqdur. Deməli, baxın, dolabda birini tapmışıq, stolda da birini tapmışıq. Bunun hərəsindən bir dənəsi qalıb. Bir dənə məhsul qalıb ki, bəs hansıdır? Əncirin kilosu 10-dur, amma 1 kiloluq başqa bir meyvə var. O da stoldadır. Onda əncir stolda, əncirə deyə bilərikmi? 1 kilo. Yox, bir dəqiqə qarışdırdım. Əncir 10 kilodursa da digərləri deyil. Çiyələk də bu deyil. Düzdürmü? Nə qaldı? Hə, burada baxın. Çiyələyə baxın. Çiyələkdə qaldı 1 kiloqramla 3 kiloqram. İndi ya budur, ya da deyil. Çiyələk dolabdadır. Əgər götürüb çiyələyə desəm ki, 1 kilodur, axı 1 kiloluq mürəbbə stoldadır. Çiyələk stolda deyil, dolabdadır. Demək ki, çiyələk 1 ola bilməz. Çiyələyə qaldı 5 kilo. 5 kilo. Çiyələk 5 kilo olsa, albalı, cavalı 5 kilo ola bilməz. Sonra başqa nə qaldı? 1 kiloluq da hansıdırsa, 1 kiloluq da hansısa stoldadır. Yaxşı, bizdən nə istəyir? Cavalı mürəbbəsi hansı qabda və harda yerləşir? Aha, bir də necə tapa bilərik? Burada bayaq belə bir cümlə vardı. Çiyələk mürəbbəsi dolabda 3 kiloluq qabda olan mürəbbənin yanındadır. Çiyələk dolabdadır. 3 kiloluq. 3 kiloya nə qalıb? Cavalı qalıb, bir də albalı qalıb. Düzdürmü? Deməli, əgər biz desək ki, albalı 3 kilodur, məsələn. Desəm albalı 3 kilodur. O zaman 3 kiloluq qab axı dolabdaydı. Amma 3 kiloluq bu qab stoldadır. Deməli 3-ə uyğun gəlmir. Bir də deyirəm, 3 kiloluq ya cavalıdır, ya albalıdır. Özümdən təxmini atıram ki, bəlkə albalıdır. Albalı 3 kilodur. Bayaq deyirdik, çiyələk mürəbbəsi dolabda 3 kiloluq qabın yanındadır. Yəni çiyələk dolabda 3 kiloluq qabın yanında. Yəni 3 kiloluq da dolabda olmalıdır. Amma 3 kiloluğu stolda tapmışıq. Deməli albalı 3 kilo deyil, albalı 1 kilodur. 1 kiloluq da stoldadır, düzdür. Onda cavalıya qalır 3 kilo. Əgər
3 kilodursa, 3 kiloluq qab da dolabdaydı. Deməli, onda cavalı da dolabdadır. Cavalı mürəbbəsi hansı qabda, harda yerləşir? 3 kiloqramlıq qabda və dolabda yerləşir. Oldu A variantı. Sonra 23-cü sualdan turist A məntəqəsindən açıq tipidimi? Bəli. Turist A məntəqəsindən birbaşa C, oradan da birbaşa D məntəqəsinə getmişdi. A məntəqəsindən birbaşa C məntəqəsinə, oradan da birbaşa D-yə, yəni C-dən də birbaşa gedib D-yə. Növbəti gün o D məntəqəsindən birbaşa B məntəqəsinə, buradan birbaşa B məntəqəsinə gəlir. Oradan da birbaşa F-ə gedir. Yəni B-dən də birbaşa gəlir F-ə. F-ə getmişdir. F məntəqəsi ilə birbaşa əlaqəsi olan E məntəqəsindən B və C məntəqələrinə də birbaşa yol var. Bir dəqiqə. F məntəqəsindən birbaşa əlaqəsi olan Y məntəqəsindən, deməli F-in birbaşa əlaqəsi var Y məntəqəsi ilə. Əlaqəsi olan Y məntəqəsindən B və C məntəqələrinə də birbaşa yol var. Deməli Y məntəqəsindən B-yə və C-yə də birbaşa yol var. Bu sxema uyğun turist F məntəqəsindən A məntəqəsinə neçə yolla qayıda bilər? Deməli, F-dən qayıtmalıdır A təpəsinə. F-dən gələ bilər belə. F, B, D, C, A. Baxın, F, B, D, C, A yolu ilə bu bir. Sonra F-dən B-yə gələr, oradan E-yə düşüb sonra gedə bilər. İkincisi F, Y, C, A yolu ilə. Sonra üçüncü başqa necə gedə bilər? F-dən gələr E-yə, E-dən B-yə, sonra D-C-A. Deməli, F-dən bir dəqiqə, F-dən F-dən E məntəqəsinə, oradan B-yə, oradan da D-C-A gedə bilər. Dördüncü də varmı? Deməli, 1, 2, 3, 4 dənədir. Birini yazmadım bir dəqiqə. F, B. Hə, bunu yazmadım. F-dən B-yə, oradan E-yə, oradan da C və A-ya. Baxın, bir belə gələ bilər. 1. Sonra ikinci belə gələ bilər. Sonra buradan aşağıdan gedə bilər 3. Bir də buradan E-yə gəlib, oradan B-ilə gedə bilər 4. Başqa da yol yoxdur. Neçə yolla qayıda bilər? Cəmi 4 yolla qayıda bilər. 24. Qrafda A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayını tapın. Hər təpədən ən çox bir dəfə keçməklə gedə bilər. A təpəsindən N təpəsinə gedilən yol. Birincisi AN, elə birbaşa gedə bilər. İkincisi A-dan B-yə gələr, sonra N-ə gedə bilər. A, B, N. Üçüncüsü necə gedə bilər? A, N təpəsinin müxtəlif yolların sayını tapın. Deməli, gedə bilər A-dan D-yə, oradan C-yə, A, D, C, oradan B-yə, B-dən təzədən N-ə gələ bilər. B, N. Sonra dördüncü varmı? Dördüncü belə ola bilər. A-dan D-yə, D-dən B-yə, B-dən N-ə. A, D, B, N. B, N. Sonra beşincisi, demək, biri oldu A, D, C, B, N. Sonra oldu A-dan N-ə birbaşa. Sonra oldu A-dan B-yə, B-dən N-ə. A, D, B, N. A-dan B-yə başqa da yoxdur deyəsən. Elə 4 dənə yolla getmək olar. A-dən müxtəlif yolun sayı. A-dan B-yə gəlib, B-dən E-yə getdi. A-dan B-yə, oradan D-yə getsə, C-yə gəlib təzədən bu B təpəsinə qayıtmış olur. Axı, bayaq gəlmişdi B-yə. Hər təpədən ən çox bir dəfə keçə bilər, 2 dəfə yox. Elə cavab olur 4. Sonra Səlimə və sair bunlar deməli Səlimə neçənci kursda təhsil alır? Bayaqçı sual tipinə oxşuyur. 24, 25-ci sual.
Cədvəl qursaq universitetlərdə oxuyur, təhsili ilk ilindədir, son deyil. Aha, kurs neçənci kurs tələbələrdir, onu da bax. Sadə bir qraf, cədvəl. Deməli, Səlimə, Səməd, Elnur, Elmir. Birinci kurs, ikinci kurs, 3 və 4. Elmir. Birinci, 2, 3 və 4-cü kurslarda təhsil alır. Məlumdur ki, Səməd təhsilin ilk ilində, Elnur isə son ilində deyil. Səməd təhsilin ilk ilində deyil, Elnur da ki, son ilində deyil, 4-də deyil. Elmir universitetdən Elnuru artıq 3 ildir ki, tanıyır. Deməli, Elmir universitetdə Elnuru 3 ildir tanıyır. Onda Elnur 3-cü ildir ki, 3 ildə onu tanıyır. Elmir universitetdə Elmir. Universitetdə 3 ildir ki, Elnuru tanıyır. Onda Elnur 3 ildir gəlib. Elmir də onu 3 ildir tanıyır. Onda digərləri 3 ola bilməz. 3-ə çək qoyduq, Elmirdə yazdıq. Elmir onu 3 ildir tanıyırsa, onda Elmir 2 ola bilməz. Axı bu 2 ildir gəlibsə 3 ildə onu necə tanısın? Demək Elmir 4 ildə oxuyur. Elnur da 3 ildir gəlib, 3 ildir bir-birlərini tanıyırlar. Onda 4-dürsə bunlar da 4 ola bilməz. Səlimə sonuna qalır bir dənə 1. Səlimə 1-dirsə artıq 2 ola bilməz. Səmədə qalır 2. Bizdən soruşur Səlimə neçənci kursda təhsil alır? Səlimə 1-ci kursda təhsil alır. Sadə cədvəl idi. Çəki matrisinə görə yönəldilmiş qrafın A təpəsindən D təpəsinə ən qısa yol. Qrafı qursaq, baxın A təpəsindən B-yə, C-yə, D-yə yol var, hamısına yol var. Deməli, A təpəsindən B-yə yol var, 12-dir. İndi baxın, B-dən A-ya yol yoxdur. O zaman bu qövsdür. Yəni, oxludur. A-dan B-yə yol var, B-dən A-ya yoxdur. Sonra A-dan C-yə yol var, 15-dir. A-dan D-yə yol var, 16-dır. Bir də A-dan E-yə yol var, 11-dir. İstədiyiniz uzunluqda çəkə bilərsiniz. B-dən C-yə yol var, 10-dur. Bunun hamısı oxluydu. B'den C'ye yol var 10'du. Sonra B'den D'ye yol var. Burada B'den D'ye yol var 5'ti. Bir de B'den E'ye yol var 9'du. C'den D'ye yol var. C'den D'ye yol gelir. C'den D'ye yol neydi? 17'di. Deməli, bu yol 17-dir. Sonra D-dən heç birinə yol yoxdur, qalır burada. E-dən də D-yə yol var. E təpəsindən də D-yə yol var. O da 4-dür. Deyir A təpəsindən D təpəsinə ən qısa yol. A-dan D-yə gələcək ən qısa yol. A-dan D-yə birbaşa yol gəlir. O da 16-dır. A-dan D-yə birbaşa yol 16-dır. Sonra görək 16-dan qısası varmı? Var. Baxın, A-dan E-yə gəlsə 11, buradan da bura gəlsə 4. 11 ilə 4 eləyir 15. 15-dən qısası yoxdur. Əgər belə fırlanıb gəlsə 12, 9, 20-ni keçir. Sonra buradan gəlsə 15, 17, 30-u keçir. 12 falan. 12, 5 də buradan 17 olur. Ən qısa yol 15-dir. 26, 27-ci sualda 26-ya baxdıq. Uyğunluğu müəyyən edin. Statik model, dinamik model. Zamana görə dəyişirsə olur statik, dəyişmirsə dinamik. Kimyəvi birləşmənin formulu. Kimyəvi birləşmədə, yəni burada olan kimyəvi birləşmə formulu deyil. Əgər kimyəvi reaksiyalar desəydi, dinamik olardı. Formulunu deyilsə, bu statik dəyişməz olaraq qalır. Video çəkiliş edən pilotsuz uçan aparat. Yox, video çəkiliş edən pilotsuz uçan aparat. Bu aparatda
Heç birinə aid deyil. Bu arada təzyiqin dəyişməsini hesablayan proqram. Aha, baxın təzyiqin dəyişməsini. Deməli təzyiq zamandan asılı olaraq dəyişir tez-tez və onu yoxlayan bir proqram yazılıb. Deməli bu olur dinamik model. Yəni zamana görə dəyişir tez-tez. Gün ərzində rütubət dəyişikliyini ifadə edən qrafik. Bəli, bu da aşağı düşür. Məsələn, günortaya qədər tutaq ki, rütubət falan qədər olur. Günortadan sonra dəyişir ya da bir saatdan sonra başqa bir rəqəmə çevrilir. Bu da zamandan asılı olaraq dəyişir. Kitabın mündərizatı dəyişmir də olduğu kimi qalır. Olur statik model. 1-ə A-yı, 2-yə də C-D variantları. 28. Çəkili qrafda olan dövrələri müəyyən edin. Çəkili qrafda dövrələri müəyyən edin və uzunluqları ilə bircə yazın. Deməli, birinci dövrələr, gəlin digər tərəfə atım. Deməli, dövrələrdən biri A, B, C, A-dır. Onu yazıb özü 20-dir. Sonra A, B, C, D, A yolu var. Baxın, A, B, C, D, A yolu. 4-ün üstə 5, 9, 9-un üstə 7, 16, 16-ın üstə 4 gələndə 20. Deməli, A, B, C, D, A qrafının yolu uzunluğu 20-dir. Sonra ikincisi, birincisi bu idi. Bu 2 olsun. Bu da 3 olsun. Sonra başqa hansı qraf dövrə var? Məsələn, ABC-A, ABCDA dedim bunu. Sonra məsələn DYFC dövrəsi var. DYCD dövrəsi. Hansı ki gedir 8, 3, 7 olur uzunluğu 18. Sonra başqa hansı dövrə var? Kəpənək forması baxın. A, C, Y, D, A dövrəsi. Deməli, A, C, Y, D, A dövrəsi. A-dan C-yə 11, C-dən E-yə 3, 14, 14-dən bura 8, 22, 22-nin üstə 4 gələndə olur 26. Beşincisi, beşincisi hansı dövrə var? A, C, burada bir sadəsi var, onu yazmamışam. A, C, D, A dövrəsi. A, C, D, A. Baxın, A'dan C'yə 11, C'dən D'yə 7 eləyir 18, sizə 4 gələndə 22. Biri bu idi. Varmı altıncısı? Deməli, D'yə, C-dəni yazdım bunu. Bir də böyük, ən uzun gedə bilərmi? A'dan B'yə, B'dən C'yə. Aha, baxın burada bunu yazmamışam. A, B, C, Y, D, A dövrəsi. Deməli, A, B, C, Y, D, A. Digər kəpənəyə oxşayan yazdım. Bunu yazmadım. A-dan B-yə 4'dür. B'dən C-yə 5'dir. 9. 9'dan 3, 12. 12 ise 8 gəldi 20. 20'dən də 4'ə olur 24. Deməli, o dövrələrin sayı bunlardır. Biri bu, 5'i də bu. Sonra 29'a baxaq. Zəriyyət bitir. 29. Qonşuluq matrisinə görə qraf informasiya modelini qurun. Sadəcə model qururuq. A-dan B, C, D-yə yol var. A təpəsindən B-yə, C-yə, B, C, D-yə yol çəkirsən. İndi B-dən A-ya yol var deyə də oxsuz qurulur. B-dən A-ya yol var deyə. B-dən A-ya çəkdik. B-dən E-yə və F-ə yol var. B-dən E-yə, bir də F-ə yol çəkirik. Sonra C təpəsindən A-ya çəkmişəm. E ilə F-ə yol var. C-dən E-yə, bir də F-ə yol çəkirik. D təpəsindən A-ya, D-dən A-ya yol var. D-dən E və F-ə yol var. Yenə D-dən E-yə, bir də F-ə birləşdiririk. Sonra Y təpəsindən B, C, D, E-dən baxın B-yə, C-yə, D-yə çəkmişəm. F təpəsindən yenə B, C, D, onu da çəkmişəm. G təpəsindən də heç birinə yol yoxdur. Baxın sıfırdır. Onda kənarda bir dənə G nöqtəsi qeyd edirik. Yaldız təpə olur. Oldu qrafı bu. Bu. Sonra bir də 30-cu sualda da A təpəsindən D təpəsinə hər təpədən ən çoxu bir dəfə keçməklə.
Deməli, A təpəsindən D-yə gəlməlidir. A-dan D-yə gələ bilər birbaşa. Sonra A-dan C-yə gedib sonra D-yə gələ bilər. A-dan C-yə gəlib sonra D-yə gələ bilər. Daha sonra A təpəsindən D-yə necə gedə bilər? A-dan B-yə sonra D-yə. A-dan çəkirik B-yə, oradan da D təpəsinə. Sonra A-dan D-yə necə gedə bilər? A, B, C, D. A-dan B-yə, B-dən C-yə, C-dən D-yə keçid eləyə bilər. Başqa da yol varmı? Yoxdur. Belə bir qraf olur. A, C, B, D. Hə, biri də var. A-dan C-yə gəlsin. A, C, B, D. Baxın, A-dan C-yə, C-dən B-yə, B-dən də keçid eləyə bilər D-yə. Belə bir qraf oldu. Deməli, bununla da sınaq 3-ün izahını verdim. Bu günlük bu qədər. Sınaq 4-ün növbəti dərsi izah eləyəcəm. Sağ olun, salamat qalın.